Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlərdir. Ot biçənlərin nəzərinə bu gün may ayının 8-dən bütün rayonlarda güclü istilər olacaq. Sinoptiklərin verdiyi məlumata görə dağlıq rayonlara, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Kəlbəcərə litrovka ilə dıvır əti yağacaq. Bərdə, Tərtər, Ağdam, Tərtər, Yevlax, Gəncə, Ağcabədi, Lerik, Masallı, İmişli, Bəhrəmtəpə, ondan sonra Beləsuvar rayonuna sarımsaq qatıqla xəngəl yağacaq. Gəncə, Quba, Gədəbəy, Şəmkir, ondan sonra Neftçala, Səlyan, Ərbayramlı, Saatlıya isə günortadan sonra Malbora siqareti yağacaq. Yeyib içənlərin nəzərinə gecə saat 12'den sonra bazı rayonlarla Leysan, Sarakdırı, üzüm